Mülki xidməti belə ki, dərhal reaksiya verilir, dərhal da yəni həmin ünvana, yəni polis göndərilir, o formada məsələnin həllini tapır müəyyən qədər. İlkin olaraq material toplanılır, baxılır, ekspertizası təyin olunur və orada onun xəsarətləri müəyyən olunur. Xəsarətin dərəcəsindən asılı olaraq ona, yəni fiziki zorakılıq göstərən şəxsə cinayət işi də başlana bilər, inzibati xəta ilə də bağlı da inzibati xəta materialı da açıla bilər. Amma sonraki proseslər olur, yəni orada gedir, sonra qadına hər hansı bir formada təzyiqlər olur, yəni qohumları tərəfindən, yəni digər tərəfdən təzyiqlər olur. Çox vaxt şikayətlərini geri götürürlər, yəni əksər hallarda. Artıq vəkillə müraciət edib, vəkillə müqavilə də bağlaya bilər ki, yəni onun nümayəndəsi qismində iştirak eləməyə proseslərdə, yəni istintaq orqanlarında onun nümayəndəsi kimi iştirak eləmək üçün o hüququ da var ki, vəkillə müraciət edir, vəkillə müqavilə bağlayır, yəni vəkil həmişə onu müşahidə edir o məsələlərdə. Yəni hansı ifadələr işlətmək, hansı sözləri denilməsi, o şikayət ərizəsinin tam formada qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmasıdır, üzləşmədir. Yəni bu cür prosessual hərəkətlərdə vəkil müşahidi ilə olanda daha effektiv olur.